Bugün sizlərə hamiləlik tərkibi haqqında danışmaq istəyirəm. Sağlam hamiləlik keçirmək və sağlıqlı bir körpə dünyaya gəlməsi üçün düzənli həkim kontrollarında olmaq lazımdır. Bəs həkim tərkibi hamiləlik sırasında necə olmalıdır? Amerika Obstetri və Ginekologiya Dərnəyinin təlimatlarına görə hamiləlikdə həftələrə uyğun olaraq həkim nəzarəti bu şəkildə olmalıdır. İlk 28-ci həftədə həkim kontrolları 4 həftədə bir, 28-ci, 35-ci həftələrdə 2-3 həftədə bir, 36-cı həftədən sonra isə həftəlik olmalıdır. İlk həkim müayinəsi zamanı hamilədən detallı şəkildə anamnez alınmalıdır, şikayətləri dinlənilməlidir. Əgər hamilə qadının xroniki bir xəstəliyi varsa, bu dinlənilməli, gərəkirsə ilgili həkim konsultasiyası istənməlidir ki, hamiləlik sırasında bu xəstəliyin daha da proqressivləşməsi müşahidə olunmasın. Biz hamilələrdən ilk vizit zamanı qan və sidiyin ümumi analizini, qalxanvari vəzin hormonu TSH-a, qan qrupuna, rezus uyğunsuzluğu varsa ona, hepatit, HIV, sifilis kimi infeksiyalara və cinsi yolla yoluxan infeksiyalar varsa onlara baxılmalıdır. Hamilə qadında və ailəsində genetik bir xəstəlik varsa, mütləq şəkildə genetik həkimlə konsultasiya edilməlidir. Biz ilk vizitdə hamilələrə, hamiləlik dönəmində hamilələrə bəslənmə haqqında məlumat verilməli, ideal kilo nə qədər olmalı bildirilməli, fiziki hərəkətlər, cinsi həyatı, səyahətlər necə planlanmalıdır, o haqqda məlumat verilməlidir. Bir qadın aybaşı siklında bir gecikmə müşahidə etdisə və test edib pozitiv gəldisə, mütləq şəkildə ginekoloqa müraciət etməlidir. Çünki müsbət nəticələnən bütün hamiləlik testləri sağlam, uşaqlıq daxili hamiləliklərlə nəticələnmir. Uşaqlıqdan kənar hamiləliklər də ola bilər. Bu səbəbdən də aybaşı gecikməsi olduğunda ultrases müayinəsi vasitəsilə hamiləliyin uşaqlıq daxilində olub-olmadığı təsdiq edilməlidir. Təxminən 5-6-cı həftə artıq hamiləlik hissəsi, 6-7-ci həftələrdə isə ultrases vasitəsilə dölün ürək döyüntüləri müşahidə edilir. 11-14-cü həftələrdə biz hamilələrə xromozom anomaliyaları açısından trizomi 13, 18, 21, yəni Down sindromu üçün skrining testləri tövsiyə edirik. 20-24-cü həftələrdə hamilələrə detallı ultrases müayinəsi, dölün orqanlarının taraması müayinəsini tövsiyə edirik ki, burada dölün bütün orqanları anatomik olaraq taranır. Hər hansı bir problem varsa vaxtında aşkarlanır. Və yeni doğulmuş dönəmdə bunlara yönəlik ilk müdaxilələr edilir. 24-28-ci həftələrdə hamilələrdə şəkər yükləməsi testi edilərək diabet skriningi edilir. 32-ci həftədən etibarən hamilə qadınlara NST testi tövsiyə edirik. Çünki bu test vasitəsilə non-stress test adlanır bu test. Bu test vasitəsilə biz dölün ürək döyüntülərinin ritmini, ümumilikdə dölün güvənlik, fetal güvənlik halını təyin edirik və anada olan gizli sancılar, uşaqlıq kontraksiyalarını təyin edə bilirik. Əgər heç bir problemimiz yoxdursa, normal doğuşa əks göstərişimiz yoxdursa, biz hamilələri 39-40-cı həftəyə qədər təqib edirik və normal doğuşunu gözləyirik. Amma keysəriyyə əməliyyatına bir göstərişimiz varsa, o zaman 39-cu həftədə keysəriyyə əməliyyatını planlayırıq. Hər kəsə sağlam hamiləlik arzulayıram.